infeksionist Ayda Sərkarova. Biz ixtisasımız haqqında danışanda çox vaxt belə bir sualla qarşılaşırıq ki, infeksionistlər hansı xəstəliklərə baxır? Bugün bu mövzu haqqında danışmaq istəyirəm. Antibiotiklərin düzgün və məqsədə uyğun şəkildə istifadəsi, həmçinin infeksion xəstəliklərin müalicəsinin düzgün aparılmasında infeksionistlərin rolunu həm digər ixtisaslı həkimlərimiz, həm də xəstələr anlamalı və lazım gəldikdə infeksionistə müraciət etməlidirlər. Sadaladığım bu infeksiyalar zamanı infeksionistə müraciət etmək lazımdır. Mərkəzi sinir sisteminin infeksiyaları, meningit, ensefalit, yuxarı və aşağı tənəffüs yolu infeksiyaları, ürək-damar sistemi infeksiyaları, perikardit, infektiv endokardit, bruselyoz, vərəm, viral hepatitlər, gastroenteritlər, virus infeksiyaları, Epstein-Barr, stomagalovirus, herpes virus, sümük oynaq sistemi infeksiyaları, protez infeksiyaları, septik artrit, osteomiyelit, spondilodiskit, sidik yolu infeksiyaları, sistit, pielonefrit, cinsel yolla yoluxan infeksiyalar, HIV, sifilis, səbəbi bilinməyən qızdırmalar, febril neutropeniyalar, özəlliklə infeksiyon yönündən səbəbinin araşdırılması gərəkən limfa düyünlərinin böyüməsi, limfadenopatiyalar, parazital xəstəliklər, toksoplazma və s. həşərat dişləmələri zamanı yaranan infeksiyalar, leishmaniya, malyariya, Lyme, xəstəxana daxili infeksiyalar, yumşaq toxuma infeksiyaları, qızıl yel, diabetik ayaq və s. kimi infeksiyalar zamanı infeksionistə müraciət etməlisiniz.